Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşdağa Kanal Market adlanan ərazidə gözəl bir möhtəşəm həyət evi təqdim edirəm sizlərə. 10 küsur torpaq sahəsinin üzərindədir. Həqiqətən də Allah hər kəsin malına, mülkünə bərəkət versin. Evin torpağının çıxarışı var. Otaqların da sayı çoxdur, əlavə otaqlar da var, manqalnisi da var. Basenisi de var, həyətdə. Kilbəli. Basen hissəsini göstərim sizlərə. Kilbəli. Belə bir basenisi var. Və evin hər iki tərəfini göstərirəm sizlərə. Və keçək bu hissəsini göstərim sizlərə. Fikir verin. Burada da əlavə otaqlar və s. Və keçək evin içərisini göstərəcəm sizlərə. 2 mərtəbədən ibarətdir, fikir verin. Tam yolun kənarındadır. Bir giriş hissəsini göstərim sizlərə. Hər iki tərəfdən qapısı var və manqalnisini göstərir, fikir verin. Manqalnisini göstərirəm, giriş hissəsini göstərdim və qalxıram evin içərisini. Evin içərisini sizlərə təqdim edeyim. Oradayım bir balaca ışıq olmaz, ışıq olmadığına görə. Böyle bir girişi var burada. Burada kamendir. Burada mətbəx barlandı. Burada bir otağı var gördüğünüz kimi. Burada duş kabinesidir. Və aşağıda badbalıdır və qalxırıq. Göstərir sizlərə, ikinci mərtəbəyə qalxırıq. İkinci mərtəbəni göstərir sizlərə. İkinci mərtəbədə gördüyümüz kimi sağ hissədən və sol hissədən keçid var. Və qalxaq ikinci mərtəbəsinə. İkinci mərtəbəsində də böyük bir otaq buradadır gördüyümüz kimi. Və burada da sanuzeli var. Və çıxaq digər otaqları göstərim sizlərə. Burada eyni qayda ilə bir otaq var, fikir verin. Açıq balkonu var həyətə. Burada da bir otaq var. Və bir sanuzeli var. İkinci mərtəbədə demək olar ki 4 otaqdır, 2 sanuzelidir, 3 sanuzelidir. Fikir verin. Və qalxırıq 3-cü mərtəbəyə. 3-cü mərtəbə qeyd etmişdik. Burada da eyni qayda ilə sağ və sol hissə üçün çıxış var. Buna mansardadır. Qapılar bağlıdır. Yəni göstərmək olmur, belə deyək, təqdim etmək olmur. Və keçək həyətdəki əlavə otaqları sizlərə təqdim edəcəm inşallah. Əlavə bax burada da otaqlar var, sanuzelidir, həyətdə sanuzelidir. Və keçək burada da əlavə bir mətbəxi var gördüyünüz kimi, fikir verin həyətdə.
Əlavə burada böyük bir dənə qarajı var. Və həyətdən qalxılır. İkinci mərtəbə. Bunu bayaq çəkib göstərmişdim sizlərə. Və burada bir dənə böyük pamişeynidir. Fikir verin. Və bir otaq. Qeyd etdiyimiz kimi Məşədər Kanal Market adlanan ərazidə evin torpağın çağrışı var. Qupçadır. Əlavə 3 mərtəbədir. Səhifəmizi izləyib bəyənib üçün məşğələ almaq ümumi üçün əməkdaşlara rəhbərliyə məsuliyyətlərini təşəkkürümüzü bildiririk.